uşaqlıqdan başlasaq təlim tərbiyəyə daha effektiv olar. Belə bir deyim var, bu gün dostlardan biri atdı mənə bu cümləni. Qeyd elədim, deyir 10 yaşına qədər övladına Allahdan danışmayan, 10 yaşına qədər övladına Allahdan danışmayan 10 yaşından sonra Allaha övladından danışar. Yəni hey gileylənər. Mənim övladım niyə belə? Mənim övladım niyə belə? Bir insan gələ övladı və Allahdan danışaydı, yəni Allahdan danışaydı nə mənada? Bir övladının mənəvi tərəfi haqqında düşünəydin, təlim, tərbiyə, ədəb haqqında düşünəydin, elə keçmirsən. Elə belə də olmalıdır. Bu uşağın axırı hara gedir? Övladın axırı hara gedir? Düşünürsən bunu? Yox, düşünmürsən. Nə qədər vaxt ayırırsan düşünməyə, nə qədər çalışırsan. Hələ bir dənə onu bilir bəziləri. Evdə gəlsin, ana şikayət eləsin, ata qışqırsın. Qutardı getdi. Bu oldu təlim tərbiyə. Həyat bu. Ana gəlirsən evə, ana şikayətlənir, ata da bir şillə, qutardı. Bu oldu təlim tərbiyə. Bu nə qədər? Nə ilə məşğul olmusan? Nə eləmisən? Hansı tədbirlər tökmüsən? Sual, nə ilə